Onlar həmişə qəlbimizdədir. Şəhidlər öldü, şəhidlər yaşayır. Ona görə Allah cansız, Allah sizi qorusun. Həmişə bizim məscidlərdən ki, gəldik, doğrusu, onlar bizim qəlbimizin çıxmıdır. O belə tədbirləri mən çox siz bu tədbiri çağırmışsınız, çox gözəl tədbir, belə şəhidlər keçirmək çox gözəldir. Mən həmişə demişim, şəhidlərin tədbirlərini getmək lazımdır. İndi vaxt elini gedirik şəhidlərin tədbirinə də, elə vaxt olmur, amma mən həmişə eləyəm ki, gedəm. Əslində mən oraya gedəndə forma giyinib gedirəm. Mən şəhidlərin tədbirinə həmişə deyim ki, forma giyinəcəm. Onun gibi mən prosedürün başqa yerdən gəldim, onun gibi dedim, gəldim iştirak edim. Ülviyə xanım da çox soğuk, yaxşı insandır, həmişə tədbirə gözəl keçirdi. Onun gibi şəhid anası, Allah cansız, Allah sizi qorusun. Dostlar, siz varsınız, qəhrəman olub vermişsiniz. Allah qazanı şafa versin, Allah vetanı can sağ versin. Bunun da çağrınızı elədi, çox gözəldir. Çox adamlar belə yerlərə gəlmək xoşdur. Mən də bilən deməyəcəm, deyim, tədbirlər olanda o tədbirləri qruplara verməliyəm ki, çox adam gəlsin. Nəyə görə? Tədbirləri atmışsınız, heç kim də gəlmir, görmürlər. Amma bir-iki nəfər gəlir, onunla da qutardır. Görürsünüz də, tədbirlər qruplara göndərmək lazım ki, hamı gəlsinlər, görsünlər çox adamlar. Bu atır bu qrupdan o qrupa, onun bir də mən istəyəm ki, tədbirlər çoxlanmasında biz də gələk, çox adam da qazıya gəlmək. Gəlmək istəyək, görünüz, gələ bilmir, o deyirlər, adam azdır. Mən istəyəm ki, adam çox olsun, şəhidlərini, çox adam olsun ki, bizi şəhidlərimiz yaddan çıxmasın. Allah canı sağ olasın, çox sağ minnətdaram. Teşekkür ederim ve